Salam olsun hər kəsə. Deməli, bu həftə e, modal feillərin 104-cü sualdan etməyə başlayırıq. Qaldığımız yerdən davam edirik. If you are treated at the private hospitals, you pay for all services there. Deməli, burada xüsusi xəstəxanalarda əgər müalicə alırsansa, sən bütün xidmətlərə pul ödəməlisən. Ödəməlisən. 1, 2. 3, 4, 5 məcburiyyətində deyilsən, səhvdir, etməlisən. Zaten 3, 4, 5 olanda cavab yoxdur və düzgün cavabımız 1 və 2-dir. If you open an account with a bank, you get acquainted with rules. Deməli, burada da əgər bankda sən hesab açırsansa, sən bütün qaydalarla tanış olmalısan. Tərcümə suallardır bunlar, yenə 1 və 2 olur. Diqqət edirik, bu tipli suallarda ya inkar, ya təsdiq olmalıdır və 1-2 müsbətdir, 3-4-5 mənfidir və yəni inkar cavablar, müsbət cavablar, təsdiq cavablara diqqət etmək lazımdır. Sonra couldn't, ought to olmaz, hadn't to səhvdir, was able to, will be able to olmalıdır, qalır bu ikisi. Bunlar biri təsdiq, biri inkardır. Mən tapşırımı edə bilmirdim, ona görə də kömək istədim. Olacaq variant. Sonra burada isə oughtn't to yoxdur, hasn't to səhvdir, shouldn't, should və has to. Deməli, su çox soyuqdur, uşaq deməli suda çox qalmamalıdır. Bu təsdiqdir ikisi, amma bu inkardır və mənə də düz gəlir. Hadn't to səhvdir, wasn't able to yoxdur, oughtn't to yoxdur, qaldı A və B. Tom hurt his arm, qolunu yaralamışdı and he couldn't play handball with his friends. Yəni qolunu yaralamışdı, ona görə də oynaya bilmirdi. Burada da eyni sual tipidir. Able to yoxdur, wasn't olmaz. Couldn't və could və was able to mənaca eynidir, qalır. A variantı. Ben öz qolunu yaralamışdı, işləyə bilmirdi və yaxud da yaza bilmirdi. Hasn't to metod, ikinci də to'ya baxırıq. Hasn't to səhvdir, belə bir şey yoxdur. Should və shouldn't to ilə işlənmir. Will be able to düzdür, amma will able to səhvdir, elə olacaq C variantı. Will be able to. Birinci səhvdə can't, ikinci səhvdə will be able to. Ought to yoxdur, will be able to yoxdur, have-lərin to yoxdur, qalır E variantı. If you have poor eyesight, əgər zəif görüşün varsa, yəni gözün zəif görürsə, eynək taxmalısan. Ought to və must, ought to və should, yəni 2 və 4. Deməli, burada 113-də George paid for the damage, but I didn't. But-dan sonra I didn't deyirsənsə, but-dan əvvəl təsdiqdə olmalıdır. Hamısı təsdiqdədir. Bütün hamısının inkarı özünə can-ki, can't-dır, oughtn't-dır, couldn't, mustn't-dır, amma had-to-nun inkarı didn't. Necə olacaq? Burada 114-də when you cross the street, you look at the traffic light. Deməli, haven't to səhvdir, oughtn't to yoxdur, qalır mustn't ilə don't have to inkar, must. Keçəndə, yolu keçəndə sən işıqlara, trafik, yəni işıqlara baxmalısan. Deməli, haven't deyə bir şey yoxdur, oughtn't to yoxdur, qaldırır, bu don't have to, mustn't və have to. Sən xəstəsən, həkimə görünməlisən, have to. Bu inkarlar çıxırsan, təsdiq qalır. Əgər sən xəstəsənsə, deyir, həkimə görünməlisən. Yəni 1 və 4 olmalıdır. Demək, should, have to və bir də 5 də var. 1, 4 və 5. Yəni C variantı. Deməli, burada haven't to səhvdir, oughtn't to yoxdur, qalır 1 və 2. Would be able to ilə işlənməlidir, will be able to olmalıdır, qalır 1 və 3. Haven't to səhvdir, ought-la haven't to çatmır, qalır A və B. Kobud olma, insanlara, digərlərinə qarşı nəzakətli olmalısan. Deməli, burada haven't to səhvdir, oughtn't to yoxdur, qalırıq A, B, D arasında. Yenə ikisi inkardır. Sən yeməkdən əvvəl əllərini yumalısan. Deməli, burada able to yoxdur, haven't to səhvdir, ought to, must və don't have to. Bu ikisi təsdiqdir, bu inkardır. Deyirsən, pul ödəmək məcburiyyətində deyilsən, bu pulsuzdur. Are able to, don't have to olmalıdır. 122-də
Deməli, biz burada will be able to olmalıdır. Don't have to olmalıdır. Doesn't have to olmalıdır. Qalır 1 və 2. Can və will be able to. Burada isə baxırıq, ought to yoxdur. Digərlərini çıxa bilmirik. Tərcümə etməliyik. Bir də burada deməli nə edə bilərik? Deyir, with my new job, I keep a lot of things in my mind, but a few months ago, burada but bizim ipucumuzdur. İndi işimdə deyir, mən çox şey yadımda saxlaya bilirdim, amma əvvəl, bir neçə bundan əvvəl edə bilmirdim. O zaman bir müsbət, mənfi, yəni təsdiq, inkar söhbəti olmalıdır. Must, mən indi etməliyəm, amma əvvəl etmək məcburiyyətində deyildim. Yəni, 2 düzdür, olar. İndi etməliyəm, amma əvvəl etməyə məcburiyyətində deyildim. Bu da düzdür, eyni mənadır. Amma bir neçə ay bundan əvvəl sözündən sonra biz can-ı versək, qrammatik cəhətdən səhv olur, uzlaşma pozulur, qalır elə D variantı. Burada isə çıxacağımız cavablar hansılardır? Demək, burada yoxdur cavab, çıxacağımız hamısı uyğun gəlir. Most monkeys don't like water. Meymunların çoxu suyu xoşlamır, but they swim well when they deyir ki, amma deyir, onlar yaxşı üzə bilir, əgər məcbur qalanda. They can swim well when they have to. Yəni, onlar deyir, üzə bilmir, amma dediyinə görə burada inkarlar çıxmalısın. Edə bilər, amma məcbur qaldıq zaman. Yəni 3-dən 4 məntiqli cavabdır. 5 niyə olmur? Çünki edə bilər, əgər edə bilməsələr məntiqsizdir. Yəni deyir, məcbur qalsalar, onlar üzə bilirlər. Hadn't to səhvdir. Deyərləri ola bilər. Deməli, had keçmişdə olduğu üçün burada indiki zamanları çıxırıq. Qalır bu ikisi. Planters gather any cotton at all as heavy rains had already started. Bütün demək, pambıqları yığa bilmədilər pambıqçılar. Çünki yağışlı artıq başlamışdı. Yığa bilmədilər və eyni var. Buna görə də inkar götürməliyik. Haven't to səhvdir. Digərləri olur. Anything var, inkardır. Ona görə də biz inkar götürürük. Bunların hamısı təsdiqdir. Bir dənə inkar var və tərcümə edirik. You needn't buy anything as we have everything for dinner. Yeməyə, demək, axşam yeməyinə hər şeyimiz olduğuna görə heç nə almağa ehtiyac yoxdur. Burada da yenə eyni var. Eyni inkarlıq bildirəndir. Haven't to səhvdir. Deməli, burada birinci səhvdə inkar olanları götürsək, bir cavabımız qalır B. Tərcümə edək. We can't wait any longer. Biz daha çox gözləyə bilmirik. As we must leave immediately to help our friends. Biz dostlarımıza kömək etmək üçün dərhal getməliyik. Tutmalıyıq. Sonra burada isə bütün cavablar uyğun gəlir. Sadəcə tərcümə etməliyik və burada bir dənə but bizə diqqət etməli olduğumuzu göstərir. Təsdiq, inkar söhbət edir. Həvəndə çıxmalıyıq burada bir dənə. Deməli, Alek bunu etməyinə ehtiyac yox idi, amma digərləri Alek etməli idi, amma digərləri ehtiyac yox idi. Çünki onlar they pronounce it properly, yəni yaxşı tələffüz edə bilirdilər deyə onların yəni praktik etməyinə, məşq etməyinə ehtiyac yox idi, amma Alek etməli idi. Sonra 129-cu sualda deməli, hamısı cavablarda düzdür və burada nə deyir? Tom, don't forget to phone Kate. Deyir, Kate-ə zəng etməyi unutma. Deyir ki, mənim etməyimə ehtiyac yoxdur, mən artıq zəng etmişəm, ehtiyac yoxdur. Diqqət edirsiniz, hamısı təsdiqdir, bu inkardır və mənacada düz gəlir. Burada yəqin ki, burada to develop their abilities. Burada 2 dənə şey var, boşluq bir olmalıdır, amma bir boşluq var. Deməli, yəqin ki, sualda səhvlik var. Children has to olmaz, buna görə çıxa bilərik. Deməli, deməli, have the best opportunities to develop their. Burada 2 boşluq olmalıdır, buna görə də bu cavabı çıxartmaq olmur. Ona görə bu sualda səhvlik var deyə bunu belə şey qoyuruq, sual işarəsi qoyuruq. Bu lazım deyil.
Çünki iki boşluq olmalıdır. Burada boşluğa hara qoyacaq? Deməli, o, to, burada bu tərəfə qoyaq, yoxsa bu tərəfə qoyaq, ona görə də lazım deyil. Sonra 131-də deməli, to var, iki tərəfdə də to olduğuna görə deməli, will have to, won't be able to olmalıdır. Bu ola bilər, will be able to olmalıdır. Can't to ilə işlənmir. Had to, were able to, bu da ola bilər. Deməli, B və Y variantı arasında qalırıq. Qızlar evə taksi ilə getməlidir, çünki onlar özləri daşıya bilmirdilər. Yəni, öz veşlərini, yüklərini daşıya bilmirdilər. Sonra 132-də birinci tərəfdə to var. To-nu onları götürməliyik. İkinci tərəfdə isə A variantında hadn't to deyə bir şey yoxdur. Hadn't to-nu çıxırıq. B variantında did you have to, burada to var. Deməli, to-ya diqqət etməliyik. Üstdə C-də have you olmaz. Çünki have özü ilə düzəlmir sualı. Do you have olar və yaxud da have to olar. Deməli, A, B, D və Y arasında qalırıq. Deməli, burada why did you have to meet him at the airport? I guide him, he's a stranger here. Aha, burada yad olduğu üçün mən ona bələdçilik etməliyəm. Deməli, sən nə üçün onu aeroportda qarşılamalısan? Çünki mən ona bələdçilik etməliyəm. O burada yaddır. Ona görə olacaq. Məntiqi ilə tərcüməli. Sonra to var deyə burada hamısı to ilə işlənir və neither did my friends deyir və neither so do I cümlələrində, neither do I cümlələrində nə edirik? Neither-dən əvvəlki cümlə inkar olmalıdır. İnkar olmalıdır. Onu birinci diqqət dəqiqləşdirək. Ona görə A, B və Y variantı arasında qalırıq. Çünki motivimizdə did olduğu üçün yenə did olanı götürməliyik. Yəni B variantı. Eyni tipli sualda did olduğu üçün yenə didn't olan cavabı götürürük. Burada to var, hansı to ilə işlənməlidir və burada diqqət edirik, bu nə sual idi? Deməli, tag question'dır. Deməli, burada inkar olmalıdır ki, bunları çıxırmalıyıq. Onsuz da burada inkar olmalıdır ki, bu tərəf təsdiq olsun. Deməli, do ilə veribsə, do ilə olan cavabımız bir dənə don't. Deməli, you don't have to go now, do you? I can stay a little longer. Eyni qayda, do vardırsa, birinci tərəfdə don't olan götürən cavabımız zaten alınır. Had to, mustn't, oughtn't to yoxdur, çıxırıq və burada was keçmiş olduğu üçün biz burada indiki zamanları çıxmalıyıq. Bunların hamısı indiki zamandadır. Keçmiş zamanda olan had to olmalı. Had to. 138-də oughtn't to yoxdur. Don't need olmaz. To ilə işləməlidir və haven't to səhvdir. Qalır 1 və yəni 2 dənə cavab should, bir də must. 2 cavabımız düzdür. Burada da don't need modalımız deyil, haven't to səhvdir, oughtn't to yoxdur, mustn't və shouldn't. Yəni dostlarla, biz desən dostlarla xəyanət etməməlisən. 2 cavabımız düzdür. Can I deməli can I write my password here? Have to olmaz. Deməli ought to olar, should to ilə işlənmir, qalır 1 və 4, yəni B variantı. Deməli, burada have to sualı have ilə düzəlmir, to ilə düzəlir, can to ilə işlənməz, 2 və 4 qalır, yəni C variantı. Will you be able to olmalıdır, be çatmır, will be able'dan sonra to gəlməlidir, çatmır, ought to çatmır, qalır 1 və 3, yəni B variantı. Burada could, deməli, to özü verib zaten, could olmaz, will you be olmalıdır, səhvdir, did you have to, ought you to və will you be able to 1, 2 və 5, yəni C variantı. Won't, haven't to yoxdur, don't have to, ought to, have to, needn't. Deməli, tərcümə etməliyik. Deyir ki, sən bu qeydiyyatdan keçmiş məktubları çatdırmaq məcburiyyətində deyilsən, ehtiyac yoxdur. It's not your duty. Bu sənin vəzifən deyilsə, sən etmək məcburiyyətində deyilsən demək ki, yəni olacaq variant. Sonra, give up the habit of quarreling, it's bothering. Deməli, sən bu mübahisə etmək vərdişini tərcih etməlisən. Bu, narahat edir, sıxıcıdır. Yəni, 1 və 3 tərcih etməlisən. Olacaq C variantı. Sonra 146-cı sualda
You suffer in silence. You share your feelings with somebody. Ought to yoxdur və digərlərinə baxırıq. Deyirsən, əzab içində, səssizlik içərisində əzab çəkməməlisən. Fikirlərini kimləsə bölüşməlisən. Ona görə də çəkməməlisən və bölüşməlisən. Bu tipli suallarda tərcümədən başqa qayda yoxdur. Yəni, burada bir dənə cavabımız ought to-ya görə çıxırıq, digərlərini çıxa bilmirik. Burada da eyni şəkildə ümidini itirməməlisən. Sən, deməli, nəticələri inkişaf etdirmək üçün nəsə çalışmalısan. Etməməlisən, nəsə etməlisən, yəni çalışmalısın. Deməli, burada isə haven't sualda have olmur, ought to yoxdur və qalır need I do, should I do, can I do. 1, 4 və 5. Yəni, bütün modal feillərin sualı özü ilə düzəlir, yalnız have-dən başqa. Aha, deməli, burada haven't to yoxdur, digərləri isə olur. Uşaqlar tezdən yuxudan durmaq məcburiyyətində deyirlər və yaxud da durmamalıdırlar. Onların bugün dərsləri yoxdur. Yəni, ehtiyac yoxdur durmasına. 1 və 4. Burada to var. Should-la to işlənmir. Deməli, needn't to ilə işlənmir. Ona görə də, deməli, sən deyir ki, sənin kifayət qədər vaxtın var, tələsməyə ehtiyac yoxdur. You don't have to hurry, bir də you don't need to hurry. Deməli, 1 və 5. Burada don't need, baxın, modal feil deyil, amma bizdə burada nəyi soruşur? Düzgün variantı soruşur. Əgər bizdə düzgün modal feili soruşsaydı, biz 5-i götürə bilməzdik. Need həm modal feildir, həm də əsas feildir. Need-dən sonra to gəlirsə, don't need-dən sonra to gəlirsə, bu əsas feildir. Amma need, needn't-dan sonra birbaşa feil gəlirsə, bu isə modal feildir. Bizdən düzgün cavab soruşursa, don't need to da düzdür. Amma desəydi təkcə yalnız modalları seçin, bir dənə biri seçməliydik. 1 və 5 olur. Aha, burada isə baxıram cavablardan çıxa biləcəyimiz ought to yoxdur. Deyirlər haven't to səhvdir, digərləri qalsın. Deyir ki, özünlə hava dəyişən havaya görə götürməlisən. Və yaxud da götürməlisən, çünki deyir, bu səyahət bir neçə saat çəkə bilər. Ehtimal verir ki, bir neçə saat çəkə bilər, bu da may olur. Aha, deməli, burada ikinci tərəfdə to var, needn't to ilə işlənmir, can't to ilə işlənmir, digərləri qalır. Sən yolu keçməməlisən, sən biraz gözləməlisən. Çünki çoxlu trafik varsa, sən keçməməlisən və gözləməlisən. 153-cü sualda it was keçmişdədir. Deməli, baxırıq keçmişdə seçək. Zaten keçmişdədir. Ona görə də baxırıq. Birinci tərəfdə heç nə yoxdur. İkinci tərəfdə to var. Deməli, burada birinci tərəfdə to ilə işlənləri çıxırıq. İkinci tərəfdə də to-suz işlənləri çıxırıq. Qalır A və B. Hadn't da səhvdir. Qalır elə bir dənə A. Couldn't play, they had to stop. Able to ilə işlənməlidir. Have to ilə işlənməlidir. Aren't able to ilə işlənməlidir. Haven't səhvdir. Qalır D variantı. Children have to return as soon as possible. They must do their homework. Sonra ought to ilə işlənməlidir. Have to ilə işlənməlidir. Çıxırıq 1 və 3 qalır. 1 və 3. Aha, have to ilə işlənməlidir. Don't have də həmçinin qalır 1 və 4. Will be able to, haven't to səhvdir. Able to yoxdur. Will be able to həm be çatmır, həm to çatmır. Qalır I can't tell him the truth. Burada da be və to çatmır, haven't to səhvdir, able to çatmır, will be able to qalır can't. I can't wait any longer. We hadn't to səhvdir, were able to yoxdur, didn't have to yoxdur, qalır couldn't və could. Cümlədə nobody var deyə biz zaten inkar götürə bilmirik. 2 inkar bir cümlədə olmaz, could olacaq. Yenə burada da was able to olmalıdır, wasn't able to olmalıdır, able to qaldı B və C, nothing olduğuna görə could'u götürürük, çünki inkarda 2 inkar bir cümlədə olmaz. 161-də won't be able to, will be able to olmalıdır, will have to olmalıdır, haven't səhvdir, qalır will be able to. Olacaq yevədə. They ran so fast that I catch them. Able to yoxdur, able to yoxdur, hadn't to səhvdir, qalır elə couldn't. You spent have not to olmaz, çünki have-in inkarı özündən düzəlmir. Should to ilə işlənməz.
Don't have to, should have to və should deməli tərcümə etməliyik. Sən hədiyyələrə çox pul xərcləməməlisən, xərcləməyə ehtiyac yoxdur. Sən daha demək ekonomik qənaətcil olmalısan. Sonra 164-də burada da hasn't to səhvdir. Başqa səhv yoxdur. Deməli tərcümə edirik. Çoxlu pul xərcləməyə ehtiyac yoxdur. O deməli təhsil üçün pula qənaət etməlidir, pul yığmalıdır. Sonra deməli əsgərlər və polislər to vardısa, deməli geyinməlidir, amma müəllimlər yoxdur. Don't-dursa deməli təsdiqin qoymalıyıq. Nəyin təsdiqi? Daha doğrusu have to-nun inkarında don't olur. Ona görə də olacaq have to. Sonra burada to var birinci tərəfdə. Will be çatmır, must olmaz, haven't səhvdir, qalır A və D. Ought-un da to çatmır deyə qalır A variantı. Don't have to və can get. To var burada. Can't-ları, hadn't-ları çıxırıq. Won't be able to olmalıdır. Hasn't to səhvdir, qalır A variantı. Wasn't able to, bir də she could. İki tərəfdə də to vardısa, to. Won't be olmalıdır. Can't olmaz. Burada needn't olmaz. Will be, will have to have, won't be able to olmalıdır. Qalır D variantı. Won't have to düzdür. Bir də will be able to düzdür. Sonra burada the street is very narrow. Deməli, çox dardır. Sən burada park etməməlisən. Yəni, inşarları götürəcək. Təsdiqləri yox, inşarlar. 1 və 3. Yəni, burada park etməməlisən. 170-də isə, deməli, birinci səhvdə to var deyə biz nəyi çıxırıq? Needn't olmaz, haven't olmaz. Deməli, were keçmişdə olduğu üçün biz burada indiki zamanda çıxırıq, qalır A və C. Deməli, hardly özü inkar olduğu üçün biz başqa inkar ehtiyac görmürük, qalır had to və ikinci səhvdə də could hardly carry them. 171-ci sualda iki tərəfdə də to var. To varsa biz nə edirik? Baxırıq, hadn'tlar olmaz, couldn'tlar olmaz. Və tərcümə edirik. Xoşbəxtlikdən biz ona kömək edə bildik və o çox gözləmək məcburiyyətində qalmadı. Deməli, any longer varsa didn't have to. İkinci tərəfdə isə to var. To ilə hamısı to ilə işlənir bundan başqa və burada but everyone does. But-dan sonra təsdiqlədirsə, but-dan əvvəl isə bunun inkarı. Does-ın inkarı nə olur? Deməli, təbii ki, doesn't. Burada da birinci səhvdə to var, hasn't-ı çıxırıq, mustn't-ı çıxırıq, had, has və ought olur. İkinci səhvdə isə will able-ların həm be, həm də to-yu çatmır, qalır elə A variantı. Had to və could. Police to as to. Burada to-lar var, can-lə to işlənmir, haven't səhvdir. Deməli, has been able, have. Deməli, hamısı olur belə baxanda, amma tərcümə etməliyik. Police have to find the stolen documents as no one else. Burada no one var. No-ya diqqət etməmişik. No-dan sonra deməli inkar olmaz deyə bunları çıxırıq, qalır. No one else has been able to do it since then deyə variant. Sonra deməli to var, to. Deməli must-la to işlənmir, should-la to işlənmir. Do you have to və ought-dan sonra təbii ki to. Deməli 3 və 4. Have-la to-nun arasında söz girməz, amma ought-la to-nun arasında mübtəda girə bilər. Deməli, I don't think you to vardısa, haven't to səhvdir, will be able to olmalıdır, won't be able to, should to ilə işlənmir, qaldı will be able to. But-dan sonra does gəlirsə, but-dan əvvəl də onun inkarı olmalıdır, yəni doesn't C variantı. The weather is too hot, I water the flowers. Must-la to işlənmir, haven't to səhvdir, can to ilə işlənmir, qalır iki cavab arasında. Deməli, hava çox istidir, mən gülləri sulamalıyam. Olacaq D variantı. Deməli, burada baxırıq, həddən sonra to gəlməz və burada yesterday-dən söhbət gedir və must indiki zamandır deyə biz ikisi cavab arasında qalırıq. Dünən mən tapşırıqlarımı edə bilmədim, çünki çox çətin idi. Çətin olduğu üçün edə bilmədim. Sonra, have, mustn't deməli,
Hadn't to-nu çıxaraq, burada yesterday olduğuna görə must, mustn't və have indiki zamanda qalır had to, keçmiş zaman olduğu üçün. Had to. Deməli, burada isə haven't to səhvdir, digərləri qalır və anyone olduğuna görə biz burada inkarları götürməliyik. You-dan sonra doesn't olmaz, you mustn't. I am going to tell you a secret, but you mustn't tell anyone. Heç kimə deməməlisən. Burada isə haven't to səhvdir, mustn't-dan sonra to gəlməz, can-dən sonra to gəlməz, qalar A və B. She-dən sonra have you xəz gəlməlidir, qalır elə A variantı. Cümləyə baxmadan belə cavabdan çıxarmaq olur. Deməli, burada can-dən sonra to gəlməz, you has to olmaz, hadn't to səhvdir, qalırıq B və C variantı arasında. Deməli, Azərbaycanda sən evə girəndə ayaqqabılarını çıxarmalısan, yoxsa xalçalar çişlənər. Deməli, in some cultures you eat everything on your shouldn't-dan sonra to gəlməz. You has to olmaz, have to olar. Can-dən to işlənməz, qalır B və Y variantı arasında tərcümə edirik. Bəzi mədəniyyətlərdə sən hər şeyi tabağındakı yəni qabındakı hər şeyi yeməməlisən. Deyir ki, nəsə onun içində nəsə saxlamaq bir nəzakətdir. Should to-nun işləmir. Nobody inkar olduğu üçün wasn't olmaz. Nobody xəbər təkdə olduğu üçün were olmaz və yesterday olduğuna görə is olmaz. Çünki was ola bilərdi. Qalır Y variantı. Nobody could come yesterday. Səsin altda isə to olduğuna görə biz nəyə çıxmalıyıq? Has sualı özü ilə düzəlmir. Should isə to ilə işlənmir. Ought she to, bir də does she have to olur. Yəni C variantı. Deməli, burada isə 187-ci sualda isə deməli I think Pamela gave me an excellent advice. It. Deyir, mən düşünürdüm ki, Pamela mənə deyir, yaxşı məsləhət, əla məsləhət verəcək. Deməli, burada should to ilə işlənməz, ought to ilə işlənməlidir. Və burada deməli should have taken, should have sonra feilin üçüncü forması olan qayda deməli, yəni keçmişdə etməli olub da etmədiyimiz hərəkətlər üçün istifadə edirik. Yəni təsir hissi ilə olan işlərdə biz should have sonra feilin üçüncü formasını işlədirik. Və burada da məsələn deyir ki, mənə düşünürəm ki, mənə Pamela yaxşı məsləhət verdi. Mən ona qulaq asmalı idim. Yəni asmamışam. Təəssüf hissi, yəni mən ona qulaq asmalı idim. I should have taken it. Yəni mən o məsləhəti götürməli idim o mənada. Bunlar inkar yox, təsdiqdə olmalıdır, etməli idim. Sonra 188-də burada da eyni şəkildə we have gone to the wrong way. We have left the traffic lights. Deməli, burada da deyir ki, yəni biz should-la to işlənməz, ought-la sonra to gəlməlidir, qalır 1 və 3. Yəni, biz səhv yerə getdik, yəni svetofordan sola dönməli idik, ya da dönməməli idik. Yəni, ikisi də ola bilər. Yəni, etməyiblər və peşmançılıq da təsir hissində olur. Sonra 189-da mən çaya düşdüm, daha diqqətli olmalı idim. Bax, elə should have been more careful. Yəni, diqqətli olmalı idim. Digərləri niyə olmur? Should to ilə işlənmir. Oughtn't to be more careful, olmalı idim deyəndə should to ilə işlənmir və olur D variantı. Should have been. 190-da deməli, should-dan sonra birinci forma gəlməlidir deyə çıxırıq. Should have-dan sonra feil üçüncü formada gəlir. Yəni olmalıdır burada B, C və Y. Mən səni partidə görmədim, sən məni daha əvvəl deməli idin. Kəşki sən mənə daha əvvəldən deyəydin. Yəni, you should have told me about it earlier. Sonra might to ilə işlənmir, should taken-dan işlənmir, qalır B, C, Y arasında qalırıq. Və burada deyir ki, sən çətir götürməli idin, yağış yağır, çöldə yağış yağır, yəni götürməli idin. Yəni, kəşki götürərdin. I think I finished by now. İndiyə qədər kəşki mən bunu bitirərdim. Yəni, I should have finished. Finished dediyinə görə should have-lərdən bir şey should verməlisən. Shouldn't have ya da should have burada tərcümə görə. Yəni, bitirərdim kəşki qabıqdadan. İndiyə qədər bitirərdim.
Deyir ki, burada da hamısı cavablara görə uyğundur. Amma sadəcə gone feilinə görə modal feillərdən sonra birbaşa feil birinci formada gəlir. Ought to have yoxdur. Deməli, should have ya da shouldn't have olmalıdır. Və burada da deyir ki, partiya, əgər sən işləmək məcburiyyətində deyildinsə, əgər partiya kəşki gedərdin. Partiya getməli idin. Aha, burada isə imtahana mən çox çalışmalıydıq və yaxud da biz gərək çox çalışardıq. Olmalıdır. Burada da deməli should have studied, çalışmalıydıq. Might to ilə işlənmir. Burada have study olmaz. Should have studying deyil. Qalırıq B və D variantı arasında. Tərcüməyə görə imtahana daha yaxşı hazırlaşmalıydıq. Listened feili vardı. Yenə should söhbəti olmalıdır. Should have ya da shouldn't have. Deyir ki, sən mənim məsləhətimə qulaq asmalıydın. İndi bax, vəziyyətinə bax. Yəni, qulaq asmalıydın. 196-da yenə gone feili varsa, deməli, should have olmalıdır. Demək, you should have gone to the concert last night, but I was so tired. Mən dünən konsertə getməliydim, amma çox yorğun idim. 97-də deyir ki, before coming to my house, should to ilə işlənməz, ought to-dan sonra ed gəlməz, might to ilə işlənməz, shouldn't have-dan sonra ing gəlməz, olar she should have called me before coming to my house. Mənim evimə gəlməmişdən əvvəl zəng etməli idi. Və burada 198-də yenə cavablardan çıxırıq. Deməli, spent feili varsa, ought to, should, ought-dan sonra feil birinci formada gəlir. Should have ya da shouldn't have olmalıdır. Lazımsız şeylərə çox pul xərcləməməli idim. Onlar xərcləməməli idilər. 199-da taken feili var yenə. Ya should have ya da shouldn't have olmalıdır. Deməli, deyir ki, yaxşı fürsət idi, sən o iş təklifini qəbul etməli idin. Sonra burada da yenə him, ought to, told-dan işlənmir. Might-dan sonra feil birinci formada gəlir. Should have-dan sonra feil üçüncü formada olur. Should have told ya da shouldn't have told ikisi də ola bilər. Tərcüməyə baxırıq. Bu oturacaq yaş olduğu üçün sən ona görə sən deməliydin ki, oturacaq yaş gedir. Yəni islah boyanıbdır. Olmalı sən deməliydin. Sonra 100-201-də isə yenə stopped feili varsa, yenə should have olmalı. Digərlərindən sonra feil birinci formada gəlir, amma should have-dan sonra feil üçüncü formada gəlir. Past participle, yəni should have stopped. Opened feili var, yenə bunlar çıxırıq, qalır bu ikisi. Deyir ki, o məktubu açmamalı, sən məktubu açmamalıydın. It wasn't addressed to her. Daha doğrusu, əslində burada deyir ki, yəni bu hətta sən əslində məktubu açmamalıydın, onun adresinə gəlməmişdi. Olar D variantı, C-B variantı. Sonra 203-də isə blocked feili var. Yenə should have ya da shouldn't have. Sən deyir, təcili çıxış qapılarını qarşısını kəsməməliydin. 204-də yenə could have telling bir şey yoxdur. Maydən sonra feil birinci formada olur. Ought to have olmur. Deməli, qalır should have ya da shouldn't have. Deməli, deyirsən bunu deməməliydin. I shouldn't have, mən daha doğrusu bunu sənə deməməliydim. Bu sir idi. 205-də isə you more respectful to her, ought to ilə işlənməlidir. Should have been olar. Should have be yazılıb olmaz. Been olmalıdır. Yəni C variantı. Should have been. Should have-dan sonra feil keçmişdir. Üçüncü formada olmalı. Yenə burada da should have ya da shouldn't have olur. Deyil, çox möhtəşəmdir. Mən o filmi görməliydim, izləməliydim. Yəni. 207-də isə deməli, açıq suallardır. As I have been ill since last Friday, I put off the meeting with friends now. Deməli, mən xəstə olduğu üçün, needn't-dan sonra to gəlmir deyib, bunu çıxırıq, ought to olması çıxırıq. Qalır 1, 2, 4. Now dediyinə görə burada had-i çıxırıq. Qalır I must, bir də I have to. 2 və 4. Deməli, 208-də gəlmir, çatmışıq. Deməli, burada çıxacağımız cavab yoxdur. Tərcümə etməliyik. Deməli,
Burada deyir ki, as he has known poverty və o kasıblığı çox yaxşı bildiyinə görə indi now he do best not to lose his job. İndi o işini itirməmək üçün hər şeyi etməlidir. Etməlidir, must və ought-dur. İnşallah çıxırıq. Had to isə indici söhbət indidən getdiyi üçün bu had to da keçmişdədir. Olmaz, qalır 3 və 4. 209-da isə get a driving license when you were 18. Deməli, have you to olmaz, çünki have-ın sualı didlə, do dazla düzəlir. Didn't you have to ilə olmalıdır, bunun to yoxdur, qalır elə. Were you able to, bir də could you, 1 və 2. 210-cu sualda isə were you able to, could you have sualı bu şəkildə düzəlmir. Didn't you have-dan sonra to gəlməlidir, qalır 1 və 2. 211-də prove the result of your experience. Deməli, burada da have olmur, should to ilə işlənmir. Deməli, burada will you be çatmır, qalır burada were you able to və could you. 112-ci sualda were you able to düzdür, could you olar, will you be able to olmalıdır. Have-ın sualı özü ilə düzəlmir, should isə to ilə işlənmir. Burada da yenə 1 və 2-ci sual olur. 1 və 2 cavab olur. Deməli, bu suallarımız bitdi. Gələn dəfə isə modal feillər olan düzgün cümlələri seçəcəyik. Sağ olun, hələlik.